Sizcə müasir ordular içərisində ən qədim ordu olanı hansıdır? Bu Papanın qvardiyasıdır. 1506-cı ildə Papa 2. Yuli tərəfindən yaradılmışdır və müasir dövrə qədər fəaliyyət göstərir. Qvardiyanı yalnız İsveçrəlilərdən toplayırdılar. Və maraqlı bundan ibarət idi ki, onlar tez bir zamanda Papaya olan öz sədaqətlərini sübut elədilər. Belə ki, 1527-ci ilin mayında Müqəddəs Roma İmperiyası ordusu ilə mübarizədə Müqəddəs Roma ordusu qalib gəldi və Romanı qarət eləməyə başladı. 6 mayda Papanın şəxsi qvardiyası Vatikan uğrunda döyüşdə Müqəddəs Roma İmperiyasının orduları ilə qeyri-bərabər döyüşə girdilər. Məğlub olmaqlarına baxmayaraq canları bahasına Papanı yeraltı yollarla Romadan çıxarda bildilər. Bu 7-ci Klementin zamanında olmuşdur. O vaxtdan 6 may həmin qvardiyanın andismə günüdür. 1970-ci ildə Roma papası 6-cı Pavel süfya görünüşlü bir obraz yaratmaq xətrinə bütün ordunu buraxdı. Vatikanın bütün ordusunu buraxdı. Lakin məhz bu qvardiyanı minnətdarlıq əlaməti olaraq saxlamışdı.